Salam, hər vaxtınız xeyir olsun. Bu günləri böyüklər üçün 3 ən xeyirli və 4 ən ziyanlı məhsullar barədə məlumat vermək istəyirəm. Ən ziyanlı məhsullar sırasında birinci yerdə duz dayanır. İnsanın gündəlik duza olan tələbatı 2-5 qramdır. Duzdan uzun müddətdə çoxlu miqdarda istifadə etdikdə bu zaman böyrəklərdə fibroz, genişlənmə, böyrəklərin fəaliyyətinə mənfi təsir baş verir, hətta böyrək taşınmazlığına qədər dəyişikliklər ola bilər. Ona görə də duzla işlənmiş məhsullardan kənar olmaq lazımdır. Bunlar xüsusilə emal olmuş ət məhsulları, kalbasalar, səsiskalar, yarım fabrikatlar, konservləşmiş məhsullar, ketçuplar və s.dir. İkinci ən ziyanlı məhsullar sırasında spirtli içkilər gəlir. Bunlar birbaşa böyrəklərin fəaliyyətinə mənfi təsir göstərir və eyni zamanda böyrək çaşmazlığına qədər də təsir göstərir. Ən ziyanlı məhsullar sırasında ikincisidir. Üçüncü ən ziyanlı siyahıda məhsullardan şəkərli qazlı sular. 2 stəkan birdən-birə içdikdə böyrəklərin fəaliyyətinin ziyanını həmin andaca təsirini göstərmiş olur. Böyrəklərin filtr aparatına, filtrasiyasına mənfi təsir göstərib, böyrək daşlarının əmələ gəlməsinə səbəb olur. Böyrəklər üçün ən xeyirli 4 məhsullar sırasında birinci yerdə balqabaq dayanır. Balqabağın tərkibində olan karotin və D vitamini onun fəaliyyətinə çox müsbət təsir göstərir. Hətta balqabaq tumunun qurd əleyhinə təsiri ilə yanaşı, onun sidikovucu xüsusiyyəti bədəndən toksinlərin xaric olmasında mühüm rol oynayır. İkinci yerdə brokkolidir. Brokkolinin tərkibində bilirsiniz ki, çoxlu vitaminlər və minerallar vardır. Onun tərkibində olan antioksidantlar isə böyrəklər üçün çox gözəl şərait yaradır, onların fəaliyyətinə müsbət təsir göstərir. Üçüncü yerdə şirin bibər gəlir, buna balqar bibər də deyirik. Şirin bibərin tərkibində olan C vitamini digər tərəvəzlərdən daha çoxdur, qat-qat çoxdur. Və bu da böyrək kanalcıqlarında iltihabı prosesinin qarşısını almış olur. Dördüncü ən xeyirli böyrəklər üçün olan məhsul qaragilədir. Qaragilərin tərkibində olan antisyanin adlanan antioksidan böyrəkləri qoruyur və onun fəaliyyətini normallaşdırır, yaxşılaşdırır. Qaragilərin bir də unikal bir xüsusiyyəti ondan ibarətdir ki, termiki işlənməyə məruz qalmasına baxmayaraq belə o öz xeyirli xüsusiyyətlərini qoruyub saxlaya bilir. Hamınıza can sağlığı arzulayıram. Özünüzdən müğayət olun.